Herkese salam dostlar, ben Games Aze. Bugün Age of Story 2 Congress 1.5.1 versiyasında yeniden Türkiye'nin 3. bölümü ilə sizlərlə birliktəyəm. Dostlar, xoş gördük. İndi hemen vaxt almadan, uzatmadan həmişə belə uzanır. Ona görə də tez bir şəkildə özətə keçək. Deyələk belə bir şəkildə başlamaq istədim. Keçən bölümdə də dediyim kimi. İlk öncə, keçən bölüm nə etmişdik? Türkiye olarak özümüze dediğim kimi ekonomi, nüfuz ve yine de teknoloji yatırımları etmiştik. Ondan sonra Suriye'ye güc vermiştik. 64 bin, 190-200 bin nüfuza kadar gelip buraya kadar yarısına kadar YPG paydır yüzlerini yok ederek tabii ki buranı almışlar birinci bölümden ve ikinci bölümden, keçən bölüm. Yəni bütün torpaqları sayan burada 3 savaş eləyərək YPG PYD-yə qarşı, 1 Suriyaya qarşı, 2 və son qalan bir torpaq almaq üçün də 3-cü savaşı eləyərək Suriyanı azadlığa bərpa etdik. Dostlar və keçən bölümdə onları da aramızı düzəltməyə çalışdıq. Dediyim kimi Suriya ilə bunların demək elə. Hər neysə. Və bundan sonra bizə koalisyon quruldu. Ancaq ondan öncə də təbii ki öz ölkəmizə yatırımlar da etdik. Suriyadan sonra Azərbaycana güc bastıq. Yatırımlar etdik. Nüfuzu və ekonomisi yaxşı səviyyəyə gəldi. Biraz texnolojisini yüksəltsə, Qafqazda gözəl işlər görə bilər və Qafqazda həddindən artıq öz adını qoruya bilib deyərək və Qafqaz ölkələri indi Sovet. Yani Sovet niye böyle oldu bilmirəm. 1.5.1'də həmişə belə olur. Sovetlər bura gəldi. İkinci bölümdən, keçən bölüm ya birinci bölümü səhv etmirəmsə gəldi bura və bu da bizim Azərbaycan üçün gelişimi üçün həddindən artıq yaxşı bir fürsətdir və bunu dəyərləndirdim. Bug kimi də görə bilərdim, amma bug deyil. Yəni Sovet Rusiyası yenidən qurulub, Bolşeviklər ortaya çıxıb və belə bir şey alınıb. Ona görə də Azərbaycan artıq əlini çabuk tutub belə bir səviyyəyə gələ bilər, amma baxaq görək hələ ki nələr olacaq. Yəni mən yaxşı olardı Azərbaycan bura qədər irəliləsin, amma o qədər də çox böyüməsinə ehtiyac qalmır məncə. Hər nəysə, keçən bölümdə də istəmişsiniz İraqa gir falan deyibsiz. Dostlar, bu sadəcə realizmə əsasən bir oyundur. Həmən, yəni başqa bir Türkiyə seriyasında bəli, eləyə bilərik, hər tərəfə saldıra bilərik, imperatorluğu qorumağa çalışsaq Osmanlını və ondan da əlavə olaraq təbii ki, ətraf ölkələrlə, Türk ölkələri ilə aramızı yaxşılaşdırdıq. Dostlar və gələk Pakistan. Hindistan Pakistanı yox elədi. Eyni ilə Ukrayna planımızın içinə Rusiyanın edişi kimi Hindistan və Pakistan planımızın içinə etdi dostlar, üzrlü sayın və bunun intiqamını, qisasını alacağıq, qardaşlarımızın qisasını alacağıq. Bunu da Çinlə birləşib birlikdə pakt oluşturaraq Hindistana qarşı yoxlamağa çalışacağım. İranla da bərabər üçlü tərəfdən saldırıb. Peki İran əgər ora girsə Pakistanın torpaqlarından biraz almağı istəyəcək. Ona görə də hələ bilmirəm İranı plana sala biləcəyimi, sala bilməyəcəyimi. Ancaq ilk öncə öz torpaqlarımızı, öz torpaq sınırlarımızı düşünək. İlk öncə Ermənistan deyə bir şey də qalmadı. Artıq Azərbaycan torpaqlarına girdi. Sırada qaldı parçalanmış Gürcüstan. Gürcüstanı da yox etməyə düşünürəm. Çünki Gürcüstan da parçalanıb orada nüfuzu, yəni prestiji olaraq prestiji aşağıdır və buna görə də Gürcüstan da 87-ci sıradadır. Yəni ki, istikrarsız bir qonşu istəmirik. Həm də Azərbaycanın da xeyrinə gələr deyə düşünürəm. O yüzden ilk öncə və sonra nələr etdik? Sonra da təbii ki, İsraillə Balkanlarda Albanlar, Arnavutlukca, Azərbaycanca Albaniya müttəfiq olublar və bildiğiniz kimi İsrail demişdik, əgər Fələstinə girsə, tamamilə işğal etsə, zaten işğal edib, tamamilə ələ keçirsə, torpağı İsrail torpaqlarına qatsa, biz İsrailə savaş açacağıq və elə də oldu. Savaş açdıq Suriya ilə birlikdə, iki dost ölkə, qardaş ölkə olaraq. Təbii ki, onlar bizim vasalımızdır, amma olsun. Onlarla birlikdə İsrail'e savaş açdıq və bütün torpaqlarını aldıq. İsraili yəni hər yeri fəth eləmək istəmirəm. Bu bölüm açıqcası dediyim kimi realizmə əsasən olsun deyə İsraili bizim
vasalımız elan etdik, həmçinin Fələstində və beləliklə vasallarımız oluşturuldu. Həm nə Fələstinə İsrail girə biləcək, nə də İsrail artıq, yəni hər ikisini müttəfiq etməyimiz, ikisini də qoruma altına almağımız mənasına gəlmir. Belə deyək. Yəni nə Fələstinə İsrail girə biləcək, nə də İsrail Fələstinə girə biləcək bu məntiqlə. O yüzden ikisini de müttəfiq elan etdim və böyük güclərə qarşı təbii ki Balkanlarda da bir öz vasalımızı qurduq. Dostlar, həm də bizim işimizə gəldi, onları İsraillə vasal etdik. İsraillə müttəfiq olması ikisini bir arada aldıq və bu da bəhanə oldu bizim Balkanlara girişimiz üçün. Həddindən artıq çox gözəl bir seri oldu. Artıq oyunumuza keçək, uzatmayaq. İlk öncə xəstəlik var, keçəcək. Ordularımız vardı. Bu ölkələrlə aramızı yaxşı tutaq. Azərbaycan da həmçinin yatırımlarımızı davam elətdirəcəyik. Bir də mallar yatırımı var. Nüfuz yatırımı eləyirik. Başqa türk dövlətləri ilə aramız yaxşılaşdıraq. Onların da bir-birləri ilə araları gözəl olsa yaxşı olar. Hindistan artıq bundan sonra irəli getməyi düşünürmü? Əgər Əfqanistana savaş elan etsə, biz birbaşa olaya özümüz müdaxilə eləyəcəyik. Dostlar, hər nəysə aparıcı rolumuza davam eləyək. İndi bildiyiniz kimi hədəflərimizdən biri təbii ki ölkəmizi bölgələşdirmək, bölgədə aparıcı rolumuzu davam elətdirmək və bunu yüksəltməkdir. Dostlar, ilk olaraq İraqı düşündüm. İraq Kürt və Türk qardaşlığını, Kürt və Türk dostluğunu aradan qaldırmaq istəyirlər. Sünni və Şii məsələsi kimi ona görə də buna bir müdaxilə edərək əl atmaq istəyirəm. İraqdakı bütün Kürdləri bir Türkiyə toplumuna gətirməliyəm və yəni ki Hakkari, Van, Cizre, Batman, Muş, nasıl yazılır? Burada Iğdır falan bu torpaqları, buralarda ən çox Kürdlər yaşayır və ona görə də Kürdlərin də digər qalan torpaqları Ərbil, Musul və Talafar bu torpaqlardır. Ona görə də buralarda bir toplamaq istəyirəm. Kərkük, bəli, bu torpaqlar səhv etmirəmsə bir xəritədən baxım. Bəli dostlar, Kürdistanın xəritəsinə baxdım. Açıqcası biraz İrana falan qədər də gedir, amma ən önəmlisi bizim girəcəyimiz torpaqlar təbii ki öz, yəni İraqla, ən çox İraq burada məsuliyyət daşıyır, yəni bir nömrə İraqdır. Yəni İraqdakı Kürdlərlə dediyim sizə belə məntiqi planımı, missiyamı başa salım, belə açıq şəkildə izah edim. Türkiyədə Kürd və Türk dostluğunu, qardaşlığını pozmağa çalışan bir yol var və bu yolu sonlandırmaq, bu yolu durdurmaq üçün bu deyişləri, bu xəbərləri bitirmək üçün, yəni Türk və Kürd dostluğunu elan etməyimiz vacibdir. Tutalım ki, elan etdik və bu qalan torpaqlarda İraqdadır. Bizim İraqa girməyimiz vacibdir. Təbii ki, İranda da var bir-iki torpaq da, buralara da girməyə ehtiyac yoxdur. Sadəcə biz öz yəni qardaşlığımız, dostluğumuzu göstəririk. Artıq qlobal bir məsələyə çevrilər İranla savaş etsək. Ona görə də biraz daha yatırımlarımızı edib, təbii ki, burada İraqla savaşa girəcəyik. Kərkük, Süleymaniyə, Ərbil, Mosul və bura qədər bu 3 torpağı, bu 4 torpağı alsaq bizə bəsdir dostlar. Hətta buranı da alaq ki, heç baş tərəflərini, həm də İraqı öz hegemoniyamız altına da sala bilərik. Artıq İraqı işğal etmiş mənasına da gəlib çıxır bu. Bütün torpaqlarını alıb qətliam etməyə də, şəhid verməyə də ehtiyac yoxdur. İndi isə ilk olaraq nüfuz yatırımlarını durdururam. Texnoloji yatırımlarına baxıram. Çin, Almaniya, bəli 3-cü yerdəyik. Oha, 3-cü yerdəyik. Bax, Çinlə Almaniyaya çata bilərik. Gedib birinci səviyyəni biz daşıya bilərik ilk olaraq. Bu da çox gözəl bir şey ola bilər. Hər nəysə, inanmıram. Bəli, inancım get-gedə itir, çünki Çin həddindən artıq hərəkətlərinə davam edib. 95 olduq. Yəqin ki, Çin 1-ə çatar. Biz də 1-ə çatacaq, yəqin ki, ikinci ölkə olaraq. Çünki artıq Nazi Almaniyasını gəlib keçirik. Dostlar, bunun texnoloji savaşı gedir bu dəqiqə. Bəli, bir Çin çatdı, amma biz də Almaniyaya çatıb ikinci olaraq biri eləsək, həm də Çinlə o Hindistana qarşı olacaq missiyamızda daha da yaxşı olar bu. Ortaq işlər görmüş sayılarıq. Nazi Almaniyasından tez hərəkət eləsək daha güzel olar. Pulumuz çatar, o 99 hətta 1 olmağa çatar mı? Bir dəqiqə biraz daha çoxaldaq və 113.000
ölkəmiz rifah açısından çox gözəl bir səviyyədədir. Oranı oxuya bilmirəm indi. Bir oldu. Nəysə. Olsun. Biz də 3-cü olaraq 1-ə çatmış ölkə olduq. Təbriklər edirəm. Ölkəmiz adına böyük işlər gördük, başardıq. Dostlar, son bir ədəd yatırım da eləyək. 99 niyyət sataq və bu qədər. Bir növ. Bayağı bir gəlirimiz var. Bayağı bir texnoloji səviyyəsi gəldi. Araşdırmanı fulllədik. Ordu baxımı hələ ki lazım deyil. Yaxşı ordu basırıq. Nüfus artışı 15, ekonomi 15, qalanda üretim gəlirinə verirəm ki, biraz da gəlirimiz çoxalsın dostlar. Keçən bölümlə bu bölüm arasında sadəcə bir neçə saat var və editlərdə bir gün ola bilər. Yaxın zamanda əsgərlik ilə bağlı 18 yaşım olduğum üçün bir neçə problemim olacaq. Xəstəxanada yata bilərəm və ya yatmaya da bilərəm. Burada hələlik indidən tez-tez stoklayıram ki, videoları artıq yorumlarda gələn istəklərinizi bəlkə etməyə bilərəm. Çünki videolar stok halında tez-tez çəkilən bir şeydir. Yəni bu məntiqə gəlib çatır. Ona görə də yəni yorumlarınızı görmədən birbaşa avtomatik olaraq paylaşım eləyə bilərəm. 2 bölüm ard-arda çəkib ata bilərəm. Ona görə də qarşılıq olsa üzrlü sayın, amma bu belə davam etməyəcək, düzələcək Allahın izniyle. Hər nəysə oyunumuza keçək dostlar. İlk öncə ordularımızı basaq. Artıq böyük savaşlara girməyin zamanı gəlib. Dostlar 375.000 nüfus, 67.000 ekonomi. Hardasa bizə lazım olsa təbii ki Suriyadan alıracağıq. Bizə nə qədər lazımdır? 30.000, 40.000'lik ordu lazımdır. Bəli dostlar, qaldığımız yerdən davam edirik. Bir işim çıxmışdı. Ona görə getdim. Harda qalmışdıq? Bəli, etmirəmsə İraqın nüfuzunda qalmışdıq. 66.000, 67.000. Səhv etmirəmsə artıq ordu baxmağa sıra gəlmişdi. İstihdam edilə bilir nüfuzda. Azərbaycan da yaxşı səviyyəyə gəlib və indi ordu basmağa sıra gəldi. Dostlar, əslində biraz elə də yaxşı yox, bənzəmir, amma pis də deyil. Bizim üçün bir 20.000, 20-30 minlik ordu bəs eləyir. Dostlar, 29.500'lük ordu bəsdir. Hətta bəli, 30.000. Dostlar, qaldığımız yerdən davam edirik. Biraz işlərim oldu. Ona görə də yarım da olsa çəkməyə qeyrət göstərdim. Ne etmişdik? 30.000'lik 30K ordu toplamışdıq. Bunun indi 10, 20, 15 olaraq ordulara ayıracağıq. Əslində belə də eləyə bilərik. 10.000 belə eləyək. 12.000 buradan 12.000 buradan Kalan ordularında 5.000, bunu orada 200 nəfər şey olduğu üçün belə eləyək. 6.000'lik ordunda buradan hücuma eləyə bilərik. Dostlar, əslində o qədər də çox orduya ehtiyac yoxdur. Hər ehtimala qarşı biz bunu gətirək Albasakan torpağında çəkək dostlar. Gördüyünüz kimi orada ilk öncə nə olursa olsun, yəni bu ala bilməsək də belə, yenə də biz əyalətləri istəyəcəyik. Onlardan ki, yəni ilk öncə təbii ki biz normal yollarla almaq çalışaq təbii ki. Vermədilər və artıq hücum edəcək. Savaş 3 noyabr 2044. Biraz gec olsa da yenə də biz savaşlarımızı eləyirik. İlk öncə təbii ki onların ordularını bitirmək üçün bir tur gözlədik və indi Ərbilə 3000'lik ordu göndərirəm. 3000. Çox ordu ilə girmək istəmirəm təbii ki. Ona görə də bu ordunu rezerv olaraq saxladım burada. Bəli, yaxşı ordular gəldilər. Geridən 3000'lik bir ordu daha göndərirəm. Buradansa 4000'lik ordu ilə girirəm dostlar. Oha! Yox, ən yaxşısı biz geridəki orduyla biraz gözlərini qorxutmaq üçün 3000 ordu bura gəlirəm. 5000'lik ordu bura salıram dostlar. Ordunu bura gətirirəm. Geridəki ordunu da qabağa gətirirəm. Ordunu da 2'yə bölürəm. Hər halda burada çox ordu olmaz. Təbii ki ordularını gətirirlər və bu qədər. Sadə, bu qədər. Biz sadəcə bu torpaqları almağa çalışdıq. İraqdan o həm də ki Amerikan və Rusiya dayatmalarına qarşı da daha gözəl ola bilər. İlk fəthimiz bu olacaq deyə düşünürəm. İlk dəfə bu torpaqları ala bilirikmi? Əslində bura qədər girsəydik daha gözəl olardı, amma
Ən yaxşısı buranı da alaq, elə girmişkən alaq və bu qədər. Misal ki, milliyə oxşar biraz səhv etmirəmsə, bağışlayın düşük qardaşlarım izləyirsə, affv edin, bağışlayın. Tam olaraq xəritəni o qədər də yaxşı bilirəm əslində, coğrafiya və tarixlə əlaqəm yaxşıdır, amma çox da dərinə getməyək. O qədər də əlaqəm yaxşı deyil. Assimilyasiyalar yerinə yetirək və artıq İraqla da aramızı düzəldək. İraqla hegemoniyamızı sağladıq, artıq vasalımız kimi bir şeydir və burada Amerikan və Rus dayatmalarını da uzaqlaşdırdıq deyə bilərəm. Dostlar, İranla da əlaqələrimizi yaxşılaşdıraq və artıq bütün missiyamızın hardasa yarısına qədər tamamladıq. Bir sonraki bölümdə 100% Azərbaycanla bütün Qafqazı fəth edib onu gücləşdirmək prosesini həyata keçirəcəyik, icra edəcəyik və burada yatırımlar oyunu bitirərək 17-18 dəqiqəyə gəlib çox gözəl bir şəkildə 3-cü bölümdə sonlandırdıq. Like'larınızı gözləyirəm, yorumlarda istəklərinizi belirtin. Dostlar, abunə olsanız da sevinərəm, kanalımız daha çox böyüyər. Təzə kanal olduğu üçün abunə olsanız sevinərəm. Dostlar, hələlik bu qədər. Sağ olun, sağ olun.